cəmaatı aldada bilməzsiniz. Sizə deyirəm ki, əgər mənim başqa bir səhvim varsa, gəlin oturun. Hara deyirsinizsə, mən gəlim. Mən haqq olmasaydım, qarşı tərəf mütləq gələrdi və yaxud açıqlama verərdi ki, Alışov Bəhruz Ağabeyoğlu səhv danışır. Siz də həmən xalqı sevən bir şəxsiz, xalqın problemləri ilə, millətin problemləri ilə hər zaman məşğul olmuşsunuz. Haqq səsimi haykırıram ki, buradan mənə Cənab Ali Başkomandan sus deməyənə qədər mən susmaram. Hörmətli Cənab Prezident, Xüsusən Şuşa forumunda bildirdi ki, mənə çox vaxt məlumatlı ailə üzvlərim çatdırır, nəvələrim sosial şəbəkələrdən görür, göndərir. Valla biz də istərdik ki, kaş bu Bəhruz Alışovun bu çəkilişlərindən biri çıxsın Prezidentin nəvələrinin qarşısına, ailə üzvlərinin qarşısına ki, ona Prezident baxsın, özü görsün. Buyur. Salam əziz dostlar, əziz izləyicilər. Bu görünən mənzərəni görəndə mən artıq təqdimat vermək istəmirəm, amma bugün həftənin bazar günüdür, istirahət günüdür. Müdafiə Nazirliyinin polkovnik leytinatı Alışov Bəhruz mənə zəng eləyəndə sözün düzü mən biraz tərəddüd elədim ki, yəni yenə gedirik çəkilişə, bəs nə oldu, nə xəbər oldu, adam yorulmur. Alışov Bəhruz deyir ki, Elnur Şükürov, mən yorulan deyiləm, mən bu yoldan əl çəkməyəcəm, mən haqqımın uğrunda mübarizə aparan bir adamam. Görünən mənzərə də onu bir daha sübut edir ki, Müdafiə Nazirliyinin hörmətli polkovniki yorulan deyil. Amma bəs adəti qurumlar nə fikirləşir? Bir həftə, 10 gün bundan qabaq Baş prokuror şəxsən Kamran Əliyev qəbul elədi Bəhruz Alışovu. Bəs qəbuldan sonra var, heç bir nəticə yox, bir tık yoxdur heç bir adəti qurumdan. İndi mən bunu hər dəfə deyirəm, hörmətli və əziz izləyicilər, dünya Azərbaycanlıları, bir ölkənin Müdafiə Nazirliyinin yüksək vəzifəli zabiti bu vəziyyətdədirsə, 2 aydan artıqdır. Adam qalıb küçələrdə, adam qalıb sosial şəbəkələrdə. Elə bir sosial şəbəkə hesabı yoxdur ki, Bəhruz Alışov orada adam necə siqnal versin, necə xəbər göndərsin, necə müraciət eləsin. Mən bir jurnalist olaraq, illərin mətbuat nümayəndəsi olaraq sözün əsl mənasında artıq təəccüb içindəyəm. Niyə xəbər yoxdur? Niyə bu Binəqədi rayon İcra Hakimiyyətinin müavini, Binəqədi rayon İcra Hakimiyyəti, yəni bunlar doğrudanmı toxunulmaz adamdır? Doğrudanmı bu ölkədə bunlara bir Allahın qulu bir söz deyə bilmir? Nə məsələdir? Yəni konkret olaraq Müdafiə Nazirliyinin yüksək bir vəzifəli zabiti, yüksək rütbəli bir vəzifə zabiti 3 aydır artıq, 3 ay yaxındır ki, müraciət eləyir, səs salır, fəryad eləyir, baxan yoxdur. Mən bir məsələni də vurğulayım, indi Bəhruz Alışova söz verəcəm. Son vaxtlar məni başımı məhkəmələrlə qatmaq istəyən, şikayət etmək istəyənlər var. Apro hospitaldan danışmışam, Şahmir doktor narahatdır. Beyləqandan çəkiliş eləmişik, orada bir Malik Quliyev var, zəng eləyir, ona səs göndərmişəm. Cavab yoxdur, kişi, sizin işiniz gücünüz yoxdur. Bugün deyirəm, bundan qabaq da demişəm, kimin haqqında, kimdən nə danışılıbsa, gəlsin qarşı tərəf bizi təhdid eləmək olmaz. Bizlə təhdid dilinə danışmaq olmaz, qardaş. Biz mətbuat nümayəndələrik. Bizim fəaliyyətimiz lazım olmasa, bizə ölkədən, dövlət orqanlarından deyərlər ki, fəaliyyət göstərmir. Mən buradan da deyirəm. Yenə deyirəm ki, Binəqədi rayon İcra Hakimiyyəti, gəl, mərd-mərdana açıqlama ver. Gəl, müsahibə alaq səndən. Qarşı tərəf ki, mövqe bildir, denə ki, Bəhruz Alışov yalan danışır. Belə bir məsələ yoxdur. Ona görə də bütün orqanlardan, bütün adəti qurumlardan xahiş edirəm ki, bizə mane olmaq istəyənlərin tədbirini görsünlər. Xoş gördük qardaş, necəsən? Sağ ol qardaş, var olun, şükür, yaxşılıqdır. Biz hər zaman kimi yenə də öz haqq davamızdayıq. İlk öncə mən bunu vurğulayım ki, vətəninə sevgi, dövlətinə sədaqət, Cənab Ali Komandana sevgi, elə Cənab Ali Başkomandan demişkən, xalqını sevən bir şəxsdir. Siz də həmən xalqı sevən bir şəxsiz. Xalqın problemləri ilə, millətin problemləri ilə hər zaman məşğul olmuşsunuz. Mən öz
problemim qalsın kənara. Mən digərlərində görürəm, hər gün bölgələrdəsiz və haqq davası. Nə İmkan deyirəm? vermirlər qardaş, Ki imkan bunu deyib vermirlər. göstər. Mən ona görə sizə təşəkkür edirəm. Buyurun. Var olasınız. Nə yaxşı ki sizlər varsınız. Biz o ulu öndərimiz Allah rəhmət eləsin Allah deyir. rəhmət Gəlib dərdləşirik. Ürəyimiz boşaldır. Bəzən deyir dərdləşməyin özü yüngüllüdür. Bizim bir adi sözümüz var. Bu dertleşmeyin özü de elə insana biraz təskinlik verir, təsəlli verir. Adam var ki, məsələ var ki, dərdin ola, onu heç kəsə deyə bilməyəsən, o sənin için yandıracaqdır. Amma dərdini gedib kiməsə deyəndə yüngülləşirsən ki, dərdimi dedim. Ona çarə qılınsa da qılınmasa da dərdini demişsən. Nə baş verir? Bax bu qədər danışırsan, səni heç bir yerdən çağırmırlar. Xeyr, çağıran yoxdur. Mən elə düşünürəm ki, məruzələri Cənab Ali Baş Komandana düzgün eləmirlər. Mən bunu tam səmimiyyətlə deyirəm. Yəqin ki, deyirlər ki, bir zabit, bir qazi hər zamanki kimində olur da, bələdiyyə sənəti ilə falan söküntü olub. Yəqin bu cür məruzə eləyirlər, üstdən getmə bir məruzə eləyirlər. Əgər desələr ki, adam 27 il vətəninə xidmət eləyib, adam 2 müharibə görüb, adam hal-hazırda vətənə xidmət eləyir, gənc əskərlər, gənc zabitlərə öz tövsiyəsini verir və bu dəqiqə xidmətdə olan bir zabitdir. Aha, bunu desəydilər, mən inanıram ki, Cənab Ali Baş Komandan mütləq öz mövqeyini göstərərdi. Bu mümkünsüz deyə bilirsiniz Bəhruz bəy. Mən hansı sosial şəbəkə hesabına daxil oluram, sizi orada görürəm. Bəli, mən hər bir vasitə ilə Cənab Ali Baş Komandana müraciət edirəm ki, Cənab Ali Baş Komandan bu məsələyə öz fikrini bildirsin. Bu mənim haqq davamda mənim yanımda olsun və öz göstərişlərini versin. Bəs yaxşı, bu baş prokurorla görüşdün. Bəli. Mən adını dedim. Bu görüşdən sonra nə baş verdi? Bir səndən maraqlanan, probleminlə maraqlanan kimsə oldu mu? Xeyr, hələ ki olmayıb. Yəqin ki, Cənab Baş Prokuror məsələnin aidiyyəti üzrə tapşırıqlarını verib. Ola bilsin ki, yəqin ki, iş gedir. Hələ ki, mənə bir zəng gəlmədi ki, Binəqədi rayon prokurorluğundan ki, gəlib bir izahat verək. Məsələnin nə olduğunu Binəqədi rayon prokurorluğunda bir daha müzakirə elə bir şeylər olmayıb hələ ki. Bizim təbii ki, yayımlarımız davam edəcək. Məqsədimiz birdir ki, Müdafiə Nazirliyinin zabiti Alışov Bəhruz haqqına çatana kimi hər həftə buradan yayımlarımız davam edəcək. Sənin son olaraq sözün. Mən yenə də Cənab Ali Baş Komandana burada müraciət eləmək istəyirəm. Cənab Ali Baş Komandan, sizdən xahişim odur ki, məni qəbul edəsiniz. Mən bu Binəqədi rayon icra hakimiyyəti mənə qarşı elədiyi haqsızlıqları bir daha sizə məruzə eləyim. Mən haqq olmasaydım qarşı tərəf mütləq gələrdi və yaxud açıqlama verərdi ki, Alışov Bəhruz Ağabeyoğlu səhv danışır. Mənim səhvim yoxdur. Bakı TV-yə verdiyi müsahibəyə mən baxdım, Binəqədi rayon icra hakimiyyətini. 80-ci maddə baş plan deyib cəmaatı aldada bilmərsiniz. Cəmaat, millətim, xalqım artıq bu məsələləri bilir. Mənə baş plan aidiyyəti yoxdur. Zaten 80-ci maddəyə uyğundur tikilinin aparılması, portala vurulması, layihənin təsdiqlənməsi. Bu 80-ci maddədir. Siz mənə 80-ci maddənin nəyini izah edirsiniz? Bakı TV-də açıqlama vermişsiniz. Mən bunların hamısını bilirəm, hamısını çox gözəl bilirəm və mən sizə deyirəm.